Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və sallallahu ala Muhammed və alihi tahirin. Salam arz edirik. Ulum hədis dərsinin 14-cü dərsidir. Geçən 3 dərsidə Kafi kitabından tanış olduq. Bildik ki, Kafi kitabı 3 qismətdən 3 qismət vardı. Əvvəl qisməti usul, ikinci qisməti furu və üçüncü qisməti rozə hesablaşır. Furu qisməti əhkam barəsində idi. Yəni, təharət, namaz, oruç, həc və bu cür. Yəni, bir dənə müsəlmanın əməli vəzifələri. Bu 4 dənə əsli kitab ki var şiələrin, ən mühüm kitablardandır. Biri Kafidir ki, ondan tanış olduq. Biri Mən la yəhzuruhul fəqihdir, Şeyx Səduqundur. Və o birisi 2 dənə Təhzib kitabı və İstibsar kitabı Şeyx Tusinin kitablarındandır. İndi bu dərsidə istəyirik Təhzib kitabından tanış olaq. Təhzib kitabını Şeyx Tusi yazıb. Şeyx Tusi 5-ci qarnıda hicrisində yaşayırdılar. 2 dənə Şiənin 4 dənə kitabından ikisi Şeyx Tusinindir. Ki, biri Təhzibdir, biri də İstibsardır. İstibsar həman Təhzibdə olan bəzi xəbərlər və hədislərdir ki, onlarda ixtilaf var, ya lazımdır ki, tozih verilsin, açılışsınlar, onları o cür hədisləri gətirib İstibsara. Bəs ona görə Təhzib kitabında, İstibsar kitabında olan hədislər də ümumən vardılar. Təhzib kitabının istəyirik mövzularına baxaq. Bu Təhzib kitabı 10 mücəlləddə çap olubdur. Ki, əvvəl mücəllədinin baxaq hangi mövzularda gəlib, bir müqəddəmə gəlib. Şeyx Tusi bu müqəddəmədə öz sözlərin deyib və bu kitabı nərəcəyə yazıbdır və nə cür yazıbdır. Ondan sonra təharət mövzusu gəlib. Təharət söhbət oldu ki, təmizlik, pahlıq, dəstəmaz, qusul və bu cür zadlar və bunların barəsində olan hədisləri bu qismətdə gətiriblər. İkinci mücəllədi səlatdır. Yəni, namaz barəsində olan hədisləri gətiribdir. Üçüncü mücəllədi salat mövzusunun tətinməsidir. Yəni, səlat mövzusu çox olub, hədisləri çox olubdur və üçüncü mücəlləddə də bəzi hədislərin gətiriblər. Dördüncü mücəllədə zəkat barəsində olan hədisləri toplayıb və yığıbdır. Və zəkatdan sonra orucun da rivayətləri bu 4-cü mücəlləddədir. Məsələn, zəkat mövzusunda bu mövzular da var. Məsələn, qızılın zəkatı, fizzənin, yəni gümüşün zəkatı, hintə, yəni buğdanın və arpanın zəkatı, qənəm, yəni qoyunun zəkatı. Ki, bunlar bir miqdardan çox olsalar, bunlara zəkat gəlir. Ki, o hədislər ki, bu barədə gəliblər, bu 4-cü mücəllədə toplanıblar. 5-ci mücəllədin mövzusu həc. Həcdir, yəni o hədislər ki, həc barəsində gəliblər. Bu ki, həc
nə cür olub, vacib olub, Allah niyə həcci vacib eləyib və həccin əməlləri nə cürdür? Bu mücəlləddə o hədisləri Şeyx Tusi cəm eləyiblər. 6-cı mücəllədin mövzuları cihad, məkasib, qəzaya və bunlardır. Cihad, o cihad ayələri çoxdur. Hədisdə nə mənə cihadın barəsində gəlib, bu mücəlləddə cəm olub. Məkasib də alver mənası verir. 7-ci mücəlləddə Kitab-ı Ticarat. Ticarət həman bir cürə alver hesablaşır. Alverin əhkamı nədir? Nə qədər görə fayda götürsün? Alver nə cür olunsun? Bir dənə cinsi alır, bir ayrı cinsi satır. Nikah mövzusu, izdivac mövzusunda olan rivayətləri də gətiribdir. 8-ci mücəlləd İtq kitabı mövzusu və əymanu nuzur. Bir nəfər and içir, onun hükmü nədir? Bir nəfər nəzr deyir, onun hükmü nədir? İtqdəki qədim zaman bəndələr və qulamlar var idi, nökərlər var idi, onların əhkamıdır. 9-cu mücəlləd Seyd və Zibh. Seyd, yəni gedir çöldə ya dəryada bir heyvanları tutur. Məsələn, balıq tutur, ya çöldə ov tutur. Zəbaih, yəni nəcür zibh eləyir. Heyvanlar ki, var deyil, qoyunu nəcür başını kəsərlər, onun ətin yiyərlər. Və bu ki, qoyunun məsələn, hangi uzuvları var ki, onları gərək yeyilməyə və haramdır yeyilməyi. Bunlar 9-cu mücəlləddə gəlib. Vəqflər və sədəqələr mövzusu, vəsiyyətlər mövzusu, irs mövzusu, bunlar hamısı 9-cu mücəllədə gəlib. Həddlər və diyələr, hədd, məsələn, bir nəfər işçi içib, bunun həddi nədir? Neçə şallaq vurular? Bir nəfər sırğat eləyib, oğulayıbdır, bunu neyniyərlər? Həddin nəcür cari eləyərlər? Diyələr, yəni bir nəfər bir ayrısını öldürüb, bilməyə, onu gərək diyə versin, gərək bir pul versin, bir para versin. O nəcürdür? Ya fərq eləyir bu qətl məmul günlərdə olsun, ya həram aylarında ittifaq düşsün. Ki, bunların hükümləri fərq eləyir. Ki, bu 10-cu və axırıncı mücəlləddə gəlibdir. Bu kitabın mövzularını gördük. Bu 10 dənə mücəlləddə gəlib və fəqət dinimizin furuundadır. Yəni, əhkam, əməli əhkamların mövzusunda hədisləri toplayıbdır və bildik ki, təharətdən başlayır mövzusundan namaz, oruç, həcc, zəkat, alver, seydo, zibho, o birisi mövzular ki, bildik. Nümunə üçün 2 dənə, 3 dənə hədis istəyirik bu kitabdan görək bu kitabın hədislərinin fərqi nədir kafidə olan hədislərlə? Məsələn, yazıb Kitabul Həcc, Babu Vücubil Həcc. Yəni, bu ki, həcc nəcür vacib olmuşluğunun barəsində gələn hədisləri toplayıb. Buyur ki, Qalə Şeyx Rəhiməhullah, yəni Şeyx Tusi bu cür buyurur. Bab-ı həcci başlayanda əvvəldə bir vazihləndirir, işıqlandırır, bu cür yazır
yazır əl-həccu fərizətun əla kulli hurrin baliğin mustati'in iləyhis səbil. Deyir ki, həcc bir vacibdir hər hurr müminə ki, baliğdir, uşaq deyir və mustati'un iləyhis səbildir. Yəni, bu eləyə bilər, yolumunu açıqdır, eləyə bilər getsin. O qədər parası var ki, gedə bilsin. Yolda xətərləri yoxdur, bu eləyə bilər, rahat getsin həccə. Vəl istitaətu ində Ali Muhammed sallallahu aleyhi və aleyhi və səlləm lil həcci bə'də kəmalil əqli və səlamətil cism. Və istitaət Ali Muhammedin içində bir cürdür ki, ağıl gərək kamil ola, cism, bədən gərək salim ola ki, eləyə bilə, həccə gedə bilə. Yəni, o qədər salim olsun ki, gedə bilsin. Nəinki tamam bədəni salim ola. O qədər salim olsun ki, məsələn, bu səfər buna çox ağır gəlməsin. Və bu cür. Ondan sonra, bu tozihdən sonra başlayır bir dənə hədis nəql edir. Muhammed ibn Yaqub ən iddətin min əshabina ki, Muhammed ibn Yaqub ki, həman Kuleyni olur, kafini yazan şeyx olur. Bu, bəs bu cür olur ki, hər babın əvvəlində Şeyx-i Tusi əvvəldə özü bir tozih yazır, vazihləndirir, bir işıqlandırır, bir tozih verir, ondan sonra hədisləri başlayır. Amma kafidə bir cür deyirdi. Elə kafidə əvvəldən mövzu yazandan sonra hədisləri bir-bir gətirirdi. Bu da deyir ki, bu hədisdə bir cür deyir. Qalə suələ Əbu Abdillah aleyhisselam ən qavlillah əzzə və cəl və lillah ələn-nasi hiccul bəyt mən istətaə aleyhi səbila. Allah, əuzubillahimineşşeytanirracim, və lillah ələn-nasi hiccul bəyt mən istətaə aleyhi səbila. Allah Quranda bir cür buyurur ki, xalqın, insanların boynunadır, müminlərin boynunadır, həccin vücubi o adamlara ki, yol onlara açıq ola və eləyə bilələ həcc eləsinlər. Deyir, soruşdum ki, bu ki, yolumuna açıq ola, həcc başara bilə, eləyə bilə, həcc eləyə, onlara vacibdir. Bu yanı nə mənə? Həzrət buyurdu, xalq nə deyirlər? İnsanlar bu ayənin barəsində sən deyirlər, nə deyirlər? Deyir, mən dedim ki, zad və rahilə, yəni yolun çörəyi, suyu bunun ola bilsə, gərək düşsün, yola getsin. Xalq büzü deyirlər. Fəqalə Əbu Abdillah aleyhisselam fəqalə hələkən nas edən. Buyur ki, xalq bu halda həlak olublar, iştibaha düşüblər. Ona görə ki, əgər bir cür olsa, hamıya vacib olur, çox insanlar çətinliyə düşürlər. Sonra deyir, soruşdum, bəs nə cürdür? Siz nə cür buyurursunuz? Həzrət buyurdular ki, malında vüsət olsun. Bu cür ki, bu ki gedir həccə, bir zadu, tuşə və çörək və o bu qədər para olsun ki, bunun əhl-əyalı çətinliyə düşməsinlər bu gedib həccə qeytincə. Bəs özünün parası olsun, yol parası və əhl-əyalının da parası, imkanatı olsun ki, bu gedib qeytincə çətinliyə düşməyələr. Bəs vüsət olamının malında, nəinki fəqət yolunun, suyun, çöyəyin və parası olsa, hamı getsin. Yox, əhl-i beytinin də, evində də bir vüsət olsun, imkanat olsun, çətinliyə düşməsinlər əhl-i beyti. Ya o birisi nümunə istəsə hədis gətirə, nikah mövzusunda büzür gətirib. Babu sünnəti fin nikah. Sünnət nə mənədir nikahda? Bu ki, nikah sünnətdir və müstəhəbbidir, bəzən vacibdir. Bu nəcür? O hədislər ki, bu barədə gəlib, burada gətiriblər. Deyir, Muhammed ibn Yaqub ən iddətin min əshabina. Görür ki, bu kitabda, yəni bu mövzunu başlayanda tozih verməyib, vazihləndirməyib Şeyx-i Tusi. Bəli, özürdür. Yəni, bəzi mövzuları əvvəldə lazım görməyib vazihləndirsin.
bəzi hədisləri tozih veribdi, vazihləndiribdi, amma kafi kitabı bu cür deyir. Bu da buyurur ki, Muhammed ibn Yaqub Kuleyni bir iddə bizim əshabımızdan nəql eləyirlər ki, İbn Fəzzal deyir, İmam Sadiq aleyhisselam buyurdu, rək'atan yusallihimel mutezavvic əfdalu min 70 rək'atan yusallihimel ə'zab. Buyurur, 2 rəkət bir dənə xanımısı olan və izdivac eləmiş bir mümin 2 rəkət namaz qılsa, bu əfzəldir və yaxşıdır bir dənə izdivac eləməyən cavanın 70 rəkət namazından. Çox təkid var bizim dilimizdə ki, cavanlar izdivac eləsinlər. Amma buyurmur, Allah özü buyurur ki, Euzubillahimineşşeytanirracim, venkihul ayama. Demir, buyurmur ki, Allah müzərrədlər və izdivac eləməyənlər getsinlər, izdivac eləsinlər. Bəlkə dövrəbəydə olanlara buyurur, fənkihul ayama. Yəni, dövrəbəydə olanlara deyir ki, siz izdivac eləmələri, cavanları izdivac eləddirin. Yəni, dövrəbərdə olanlar, analar, atalar, əmilər, əmmələr, dövrədə olan müminlər vəzifələridir ki, bu cavana kömək eləyələ, bu cavana köməklik eləyələ ki, bu zindicanlığın başlaya, izdivac eləyə. Bu izdivac çox ən mühüm əsllərdən və qaidələrdəndir. Bu kitab təhzib kitabı idi ki, tanış olduq. Bəs onu müzəllədə gəlib və bir cür fərqi, az fərq var idi kafinin furu qismətindən. İnşallah ki, bu tanış olmaqlığımız bu kitablarla bizə bais olsun ki, Əhl-i Beytin hədisləri